Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Astarada faciəli şəkildə həyatını itirən 17 yaşlı Əfsanə İmanovanın toyundan görüntülər yayılıb. Xəbər verilir ki, videoda onun bəylə birlikdə şadlıq evinə daxil olması görünür. Bildirilir ki, toy mərasimi oktyabr 28-i Astaradakı şadlıq saraylarının birində keçirilib. 7 aylıq hamilə olan Əfsanə daha sonra özünü pis hiss edib. Gecə saatlarında xəstəxanaya çatdırılan İmanova oktyabrın 29 saat 06 radələrində vəfat edib. Tibbi ərazi bölmələrinin idarəetmə birliyindən təbibdən bildirilib ki, Əfsanədən əvvəl bətnindəki döl ölübmüş. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.